qərara gəlib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətlərin daha da inkişaf etdirilməsi artıq mümkün deyil. Axar az xəbər verir ki, bu barədə Hraparak qəzeti məlumat yayıb. Məlumata görə buna səbəb Ermənistan liderinin Moskvada bir şey vəd edib, İrəvanda başqa şey etməsi, eyni zamanda Ermənistan-Rusiya münasibətlərinə zidd hərəkətləridir. Artıq əsas strukturlara Ermənistanda Rusiya ilə əlaqələrin bərpasına yönəlmiş bir qüvvənin hakimiyyətə gəlməsinə kömək etmək tapşırılıb. İrəvanın Moskva ilə əlaqələrini qorumaq cəhdləri də uğursuz oldu. Parlament spikeri Alen Simonyana Sergey Kiriyenko ilə görüş verilmədi, hətta Paşinyan xətti ilə əlaqə qurmaq da mümkün olmadı. 38 il əvvəl ermənilər, indi isə İran, Bakı daha bir tarixi qərar verdi. Azərbaycan xalqı hər zaman yardımsevər olub. Hətta SSRİ-nin tərkibində olduğumuz illərdə belə yardımsevərliyimiz və humanitar aksiyalarımız ilə digər ölkə xalqlarının ürəyində sevgi qazanmışıq. Məsələn, Mustafa Kamal Atatürk'ün Türkiyə Cümhuriyyəti uğrunda istiqlal mübarizəsinə 1966-cı ildə baş vermiş dəhşətli Daşkənd zəlzələsində qardaş Özbək xalqına, hətta 1988-ci ildə Spartak zəlzələsində ermənilərə göstərilən dəstəklər, eləcə də müstəqillik dövründə bütün dünyanı əhatə edən humanitar missiyalarımız buna nümunədir. Bu sözləri Global Info Azda siyasi şərhçi Şəhla Cəlilzadə aprelin 2-də İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycan prezidenti İlham Əliyevə zəngini şərh edərkən deyib. Politoloq bildirib ki, Azərbaycan daim zərər çəkmişlərə yardım etməyə çalışıb. Afrikada aclıqdan və xəstəliklərdən, o cümlədən dünyada yayılmış COVID-19 virusundan əziyyət çəkənlərə dəstək, dünyanın müxtəlif yerlərində yanğınlardan, zəlzələlərdən və daşqınlardan zərər görənlərə yardım fəaliyyətlərini buna misal göstərmək olar. İrana 2020-ci ildə baş vermiş daşqınlar zamanı da humanitar yardım göndərilib. Hazırda isə ABŞ və İsrail tərəfindən başladılan müharibə çərçivəsində məruz qaldığı böyük itkilər fonunda ölkəmiz ənənəvi rolunu icra edərək İrana dəstək göstərib. Buna görə İran prezidenti, Xarici İşlər naziri və digər rəsmi şəxslər Azərbaycana təşəkkür ediblər. Hətta martın 11-də Rusiya prezidenti Vladimir Putin də İlham Əliyevə zəng edərək Moskvanın humanitar yardımının Tehrana çatdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Beləliklə, Azərbaycan özünün bu mövqeyi ilə zamanın, siyasətin və siyasi oyunların fövqündə dayandığını nümayiş etdirir. Hətta İran tərəfindən Naxçıvan hava limanına raket hücumuna, eləcə də Tehranın bəzi hərbi siyasi dairələrində ölkəmizə qarşı qərəzli mövqenin mövcudluğuna baxmayaraq bu yanaşma qorunur. Bakının yardımları bütün dünyada nümunə ola biləcək bir davranışdır.